Zibil pulunu ödəməyən binaların qarşısında artıq günlərdir ki, məişət tullantıları yığılıb qalaraq burada zibilxanalıq poligonu yaradıb. Söhbət Aksafa şəhər 23 və 24 sayılı binaların qarşısında günlərdir yığılıb qalmış məişət tullantılarından gedir. Məişət tullantıları artıq ifunət hissi verir. Yağışlı hava şəraitində isə burada yaranmış boğucu iy ətrafdan keçənləri belə narahat edir. Məişət tullantılarının bu ərazidən götürülməməsinə əsas səbəbi isə binada yaşayan sakinlərin zibil pullarını ödəməməsidir. Bu barədə Aksafa rayon icra hakimiyyəti başçısının Aksafa şəhər üzrə nümayəndəsi Rəşad Bayramov televiziyamıza məlumat verib. 23 və 24 sayılı binaların qarşısında var zibilin daşınmasının dayandırılması. Bundan əlavə də vətəndaşlarla dəfələrlə söhbət aparılmasına baxmayaraq ki, 2 binada 120 abonentimiz var. 120 abonentdən cəmi 8 nəfərin borcu yoxdur. 112 abonentin keçən ay üzrə 8500 manat Mənzil Kommunal Təsərrüfat Birliyinə borcu var idi. Hansı ki, bu borclar da getdikcə hər ay arta gedir. Və bildiyiniz kimi Mənzil Kommunal Təsərrüfat Birliyi də özünə xidmət idarəsidir. Yəni ki, həmin yığımlar vasitəsindən maaş alınır, işçilər. Ona görə də bunlar o 8500 manatı vermədiklərinə görə həmin zibillərin götürülməsi dayandırılmışdır. Dəfələrlə onlarla söhbət aparılıb, vətəndaşlarla söhbət aparılıb, dəfələrlə vətəndaşlara məlumat verilib. Hətta siyahılar, adlı siyahılar borçları qabağında blokların qapılarına vurulubdur ki, hər bir vətəndaş öz borcunu görsün və gətirib ödəmək barədə bir nəticə çıxarsın. Lakin heç bir nəticə yoxdur, əksinə borcla arta gedir. Nə vaxt borcların heç olmasa bir qisminin ödənilməsi həyata keçiriləcəkdir, həmin dəqiqədən, həmin saniyədən etibarən də həmin zibillər oradan yığılıb, ərazi tərtəmiz vətəndaşlara təhvil veriləcək. Elvin Qudratov, Kamran Əskiparalı, Bugün informasiya proqramı üçün.